Əgər mən orada müqəssirəmsə, özümü düzəltməyə çalışacağam. Yenə də narahat olmayacağam. Çünki o mənə dərs verdi. Mövlananın Məsnəvisində ibrətli bir hekayə var. Ovçu və quş. Deyir ki, bir ovçu balaca bülbül tutur. Bülbül ona deyir ki, sən məni yemə, sən məni burax. Mən sənə 3 dənə dəyərli məsləhət verəcəm. Birinci məsləhəti verəcəm sənin əlində. İkinci məsləhəti verəcəm o budağa üstünə qonanda. Üçüncü məsləhəti o budaqdan uçanda. Ovçu düşünür ki, doğrudan düz deyir də. Əlini açır, quş ona deyir ki, əlindən çıxan şeylərə görə heç vaxt məyus olma. Nə ki sənin əlindən çıxdı, ona görə məyus olma. Quş uçur, qonur budağın üzərinə. Budağın üzərinə qonanda deyir ki, qeyri-mümkün işlərə heç bir zaman inanma. Çünki insanların çox həyatda qeyri-mümkün işlərə inanırlar. Qeyri-mümkün arzular arxasınca gedirlər. Həyatlarını bərbad eləyir. Quş uçur, uçanda qayıdıb deyir ki, mənim içimdə 10 qramlıq ləl-cəvahirat var idi. Sən məni yesəydin, o ləl-cəvahirata çatardın. Ovçu peşman olur. Peşman olanda quş ona qayıdıb deyir, axı mən birinci tövsiyədə sənə dedim ki, əlindən çıxan şeylərə görə peşman olma. Ovçu qayıdır, ona deyir, yaxşı heç olmasa üçüncü məsləhəti ver. Deyir, üçüncü məsləhət də budur ki, axmaqlara tövsiyə eləmə. Deyir, mənim çəkim heç 2 qram deyil. 10 qramlıq qızıl içimdə necə yerləşə bilər? Yəni, həyat bizə o ibrətləri verir, öyüd nəsihətləri verir. Ağıllı insan oradan öyüd nəsihəti götürür, bu bir. İkinci, bir şey mənim əlimdən çıxdısa, bu belə də olmalı idi, mən narahat olmuyorum.